Yenə növbəti monitoring tipli bir sualın izahına keçid alırıq. Deməli, belə. Sürət məsələsidir növbəti məsələmiz. Avtomobil iki şəhər arasında məsafəni 80 km/saat sürətlə 3 saata gedir. Yenə mən belə məsələdə tərəfdarıyam ki, verilənləri kənardan qeyd edək. Sürəti bilirəm. Nə qədərdir? 80 km/saat. 3 saata zamanı bilirəm. T bərabərdir 3 saat. Mən yolu bilmirəm, nə qədər yol gedib. S bərabərdir sual işarəsi. Və düsturu bilirəm. S bərabərdir VT. Yəni V vurulsun T. S bərabərdir 80 vurulsun 3. Bu da bərabərdir 240 kilometr. Deməli 240 kilometr yol gedib. Bu 240 kilometr yolu 4 saata qaydarkən, qaydanda 4 saata qət edib. Qaydandakı saat T olub 4. T qaydarkən, qaydarkən. Məndən deyir ki, qaydanda sürəti nə qədər olub ki? Mən elə birbaşa yenə düsturu yazıram. S bərabərdir V vurulsun T. S 240 altından yerləşdirirəm. Bərabərdir. V-ni soruşur məndən. Deyir ki, sürəti nə qədər olub? Sürətin yerinə X qoyuram. T deyir ki, 4 saata qayıdıb. Sadə primitiv tənlik olur. X bərabərdir 240 bölünsün 4. X da bərabərdir 60 kilometr saat. Sürətdə olur. Növbəti məsələnin izahına baxırıq. Növbəti məsələni çox bəyəndim. Çox maraqlı məsələdir. Tam monitorinqə düşəcək məsələdir. Tam monitoring tipli məsələdir. Deməli, bizə deyir ki, buranı silək, bizə mane olmasın. Bizə deyir ki, uzunluğu 24 cm, eni isə 6 cm olan düzbucaqlı formalı məftil. Bu uzunluq, bu en. Bu uzunluq, bu en yenə çəkdik. Deyir ki, bura 24-dür, bura 6-dır. Təbii ki, qarşı tərəflər bərabərdir. Bu da 24-dür, bu da 6-dır. Bunun kənarına çəkilmiş məftili açdılar. Təbii ki, bunu açandan sonra nə olacaq? 24 üstə 6, 24 üstə 6. Bu da bərabər olacaq 60 santimetrə. Deməli, 60 santimetrlik məftili var. Deyir, bu məftildən kvadrat düzəltdilər. Yəni, 60-dan kvadrat düzəldəndə kvadratın eyni bərabər 4 hissəsi olduğu üçün bölürük 4-ə 15 santimetrlik bir tərəfi olan neynədilər? Kvadrat düzəltdilər. Həmin kvadratın bir sahəsini tap. S də kvadrat bərabərdir A-nın kvadratı. İndi A-nın kvadratı deyirəm, 4-cü sinif şagirdlərinə belə deyək. A vurulsun A. Uzunluq vurulsun N. 15-i də 15-ə vuranda bərabərdir 225 santimetrin kvadratı olmuş olacaq. Növbəti məsələ, turist 120 kilometrlik yolun 5-dən 3 hissəsini getdi. Çox primitiv məsələdir. İndi burada qoy yazaq. 120-nin 5-dən 3 hissəsi tapılmalıdır. 120 ilə 25 bu eləyir 24. 24-ü də 3-ə vuranda eləyir 72. Bu da belə. Növbəti məsələyə keçirik. 11-ci məsələ. Sahədən toplanan kartofun 7-dən 2 hissəsi 40 kiloqramdır. Sahədən cəmi neçə kiloqram kartof yığmaq olar? Biz burada ədədə görə hissə yox, hissəyə görə ədəd axtaracağıq. Hissəyə görə ədədi tapanda verilmiş ədəd hissəyə bölünür. Və mən bunun tərəfdarıyam ki, bunu 5-ci sinifdə öyrədirlər şagirdlərə. Mən bütün yanımda olan 4-cü sinif şagirdlərinə öyrətmişəm, hətta 3-lərə də. Hissə tapmaq deyil, ədədə görə hissə tapmaq, hissəyə görə ədəd tapmağı, natural ədədin kəsrə vurulması, bölünməsi qaydasını öyrətmişəm. 40 vurulsun, bu fırlanır 7 bura, 2 bura, bərabərdir
lap aydın açıq şəkildə yazıram. 7 bura, 2 bura, 40-dan 2 getdi. 20. Bu da oldu 140. Demək ki, sahədən 140 neyiblər? Kiloqram kartof yığıblar. Növbəti məsələyə baxırıq. Həyətdə toyuqlar və dovşanlar var. Onların başlarının sayı 15. Başlarının sayı 15. Biraz bunu iriləşdirim. Bu məsələ deyəsən çox yer alacaq. Onların başlarının sayı 15, ayaqlarının sayı 46-dır. Həyətdə neçə dovşan var? Bu məsələni mən bu yolla öyrədirəm şagirdlərə. Deməli belə. Bizə deyir ki, dovşan var, toyuq var. Başlarının sayı 15-dir. Təbii ki, bilirik, dovşanın da bir başı var. Toyuğun da nəyi var? Bir başı var. Başlarının cəmi 15-dir. Bunu yazdıq, bunu bizə verib. Ayaqlarının sayı isə 46-dır. Mən bilirəm ki, dovşanda 4 ayaq var. Ona görə yazıram. 4 vurulsun dovşan. Yəni, bir dovşana 4 ayaq düşəcək. Üstə gəlmək. Bir toyuğa 2 ayaq düşəcək. 2 vurulsun bir toyuq bərabərdir 46. Bunu yazandan sonra mən götürürəm bir belə deyək. Buradan məndən nə soruşur? Dovşanı. Ona görə mən toyuğu buradan tapacağam. Toyuq burada nəyə bərabərdir? Bu toplanan, bu cəm. Toyuq burada nəyə bərabərdir? Toyuq bərabərdir 15 çıxılsın dovşan. Və bu toyuğu, baxın bu toyuğu gətirəcəm, buradakı toyuğun yerinə qoyacağım. Toyuq bərabər deyil 15 çıxılsın dovşan. Həmin toyuğu orada qoyacağım. Tənliyi yazıram. Tənliyi başladım yazmağa. 4 dovşan üstə gəlmək 2 vurulsun mötərizə açacağım. Çünki bu 15 mötərizə xaricindəki vuruq həm 15-ə, həm də çıxılsın olacaq. Çıxılsın dovşan bərabərdir 46. Mötərizə xaricindəki vuruğu nə edirəm? Açıram. Yazıram. 4 dovşan üstə gəlmək 2-ni 15-ə vuranda 30. Bu 2-ni dovşana vuranda çıxılsın 2 dovşan bərabərdir 46. Burada nə baş verir? 2 dənə məhsul hədd var, bir dənə məlum hədd var. Yerlərin hərə öz işarəsi ilə gəzir. 4 dovşanın yanına gəlir. Öz çıxma işarəsi ilə 2 dovşan. Üstə gəlmək 30 bərabərdir 46. Bunu daha aydın olsun deyə, baxın, bu 2 dovşan öz çıxması ilə gəlir bura. Gördünüz? Bu da üstə gəli ilə gəlir bu tərəfə. Mən indi 4 dovşandan çıxanda 2 dovşanı 4D-dən, yəni 2D-ni çıxanda eləyir 2D, yəni 2 dovşan. Üstə gəlmək. D təbii ki, burada bizim, D burada bizim məhsulumuzdur. X kimi nəzərdə tutun. Prosta D ona görə qoymuşam ki, bu dovşandır da, yəni dovşanı axtarıram. 30 bərabərdir 46, sadə primitiv tənlik olur. Buradan da 2 dovşan, 2D bərabərdir 46-dan 30-u çıxırıq. 16, D də buradan bərabər olur, 16 bölünsün 2-yə, D bərabərdir 8. Demək ki, bizim 8 dovşanımız olmuş olar. Bizdən də elə həyətdə neçə dovşan varı? Nə edirdi? Soruşmuş idi. Davam edirik. 2 ambarda cəmi 180 ton var. Kömür var, ton kömür var. Birinci ambarda 4 dəfə çox. Neçə ton? Adi tam hissə modelini eləyəcəyik bunu uşaqlar ilə. Ambarın bilini bilmirik. Nə qədərdir ambar? X, biri də 4X. Deyir bunların cəmi 180-dir. Tənliyi işə salırıq. Tənlik elə gözəl bir şeydir ki, uşaqlar bütün məsələlərin açarıdır.
Tənlik qurma ilə məsələni yaza bilən şagirdlər mükəmməl səviyyədə, yəni heç bir məsələ onların qabağında dura bilmir. X bərabərdir 180 bölünsün 5. Bu da eləyəcək 36. Deməli, biz tapdığımız X 36'dır. İndi bizdən soruşur ki, hər ambarda nə qədər var? Biz də gedirik, deməli, X-ların yerinə nə qoyuruq? Bu 36, bu da 4 vurulsun 36. 4'ü də vuranda 36'ya eləyir 144 ton. İndi baxaq görək düz eləmişik. 144 ton birindədir, 36 birindədir. 144 tonun üstünə 36 gələndə bizə 180 tonu verməlidir. Biz də görürük ki, hə, verir. Demək ki, məsələmiz düzdür. Davam edirik növbəti məsələ ilə. Lalə və Cunay cəmi, bu da tam hissə modelidir. Bu da tənlik qurma ilə, tam hissə modeli ilə nə iləndir siz həll eləmək olar. Bu Lalə, bu Cunay. İkisi birlikdə toplayıblar 45 dənə gül. Amma Lalə Cunaydan 7 qızılgül çox toplayıb. Yəni Lalə üstə gəlmək 7'dir. Lalə Cunaydan 7 dənə çox toplayıb. Biz Lalə ilə Cunaya X desək, şərt olaraq, gəlin elə baxın, birbaşa burada X eləyək bunu. Qoyun uşaqlarda, baxın, qırmızı ilə də üstündən X eləyirəm adları. X üstə gəlmək, X üstə gəlmək 7 bərabərdir 45. Cəm işarəsini toplama kimi göstərdim. Məhsul hədlər toplandı. 2x üstə gəlmək 7 bərabərdir 45. 2x bərabərdir 45 çıxılsın 7. 2x bərabərdir 38. X bərabərdir 38'i də böləndə 2'yə edir 19. İndi məndən kimi soruşur? Cunayı soruşur. Elə Cunay elə 19 olacaq. Lalə isə olacaq. Deməli, Lalə olacaq 19 üstə gəlmək 7. Bu olacaq Lalə. Cunay da elə olacaq 19'un özü. 19 bərabərdir Cunaya. Belə. Davam edirik. Usta detal məsələləri 5-ci sinifdə biraz daha qəlizdir. Burada daha rahatdır 4-cü sinifdə. Usta bir saata 5 detal, şagirdi 3 detal hazırlayır. Deməli, bir saata usta 5 detal, şagirdi 3 detal, ikisi birlikdə nə qədər eləyir? 8 detal. 56 detal neyniyərlər? Neçə saat eləyərlər? 56'nı da bölürük 8'ə bərabərdir 7 detal hazırlamış olarlar. Növbəti bir məsələyə baxırıq. Sıra məsələsi, məşhur sıra məsələsi. Murad kino növbəsində öndən 12-ci, arxadan 15-ci sıradadır. Növbədə cəmi neçə nəfər var? Uşaqlar, bu məsələnin düsturunu mən vermişəm dəfələrlə Instagram səhifəsində də, nə bilim, YouTube'da da. Bilin ki, öndə olan sıranın üzərinə arxadakı yerini gəlib, önün üstünə arxanı gəlib 1 çıxacaqsınız, cavabı tapacaqsınız. Bu elədir 27, 27'dən də 1 çıxanda eləyir 26. Yəni bunu praktik olaraq da göstərsəm sizə, 12-ci 26 sıra var. 26 sıranı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Bir dənə də bir qoyun, qoy olsun 26 bu tərəfdə, orası sıxlıq oldu. 26 dənə xət çəkdim bura, düzdür? Gəlin indi bunu mən öndən sayım 12-ci sıranı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12-ci sıranı yazdım bura. İndi gəlin bunu mən başqa bir rənglə gəlim arxadan sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Gördünüz?
Öndən 12-ci yerə düşdü, arxadan da 15-ci yerə düşdü. Sırada da 26 nəfər olmuş oldu. Növbəti məsələ. Bu da yenə belə deyək, çox belə deyək, məşhur ağac ara məsələləri. Bu ağac ara məsələləri mənim Instagram səhifəmdə düz yol boyunca və dairəvi belə deyək, məkanda əkilməsinə aid də var. Hər biri ayrı-ayrı izah olunub. Deməli, düz yol boyunca hər 5 metrdən 11 ağac əkilir. Biz bilirik ki, 11 ağac varsa, ondan bir əksik ara var, yəni 10 ara var. 10 ara. 10 aranın hərəsi 5 metrdirsə, 5-i vırırıq. Ona eləyir 50 metr. Bizə də nə lazımdır? 50 metr. Bizə deyir ki, birinci ağacla axırıncı ağac arasındakı məsafə 50 metrdir. Bu qədər sadə, primitiv. Aha, saat məsələsi. Saat məsələsini həmişə belə qoyurlar monitoringdə. 10 dəqiqə tənəffüs, filan dərs bitdi. Mən də bunu ən primitiv yolla deyəcəm sizə. 12, onda tutaq ki, uşaqlar girdiniz dərsə. Oturmusunuz dərsdə. 45 dəqiqə dərs keçdiniz. Müəllim danışdı, özünü yordu, kimi qulaq asdı, kimi qulaq asmadı. Plus 10 dəqiqə sizə tənəffüs verdilər. Birinci dərsiniz bitdi, tənəffüsünüzü də elədiniz və ikinci dərsiniz başladı. Üstünə bir də 45. Bu 45 dəqiqənin sonunda nə olacaq? İkinci dərsiniz bitəcək də, növbəti tənəffüsə çıxacaqsınız. Sizdən soruşur ki, ikinci dərs saat neçədə bitir? Biz bunları toplayırıq. 45, 2 dənə 45, 90, 90-ın üstünə 10, 100 dəqiqə. Mən də elə birbaşa 12 onun üstünə, dəqiqəni dəqiqənin altına yazıram, saatın altına hələ keçinə yazmıram. Olur 12, 110. 12, yəni 110 dəqiqə. Və mən bilirəm ki, 110 dəqiqə deyilən bir şey yoxdur, saat 60-dır maksimum. Ona görə bu 110-dan 1 saatı, yəni 60-ı çıxıram, əlavə edirəm bunun üstünə, yazıram bura 13. 110-dan da 60-ı çıxanda 50 qalmışdı axı. Deməli, 13:50-də sizin ikinci dərsiniz başlayar. Əgər sizdən soruşsa ki, üçüncü dərs nə vaxt başlayar, siz bir dənə də bunun üstünə nə gələcəksiniz? 10 dəqiqəlik tənəffüsü gələcəksiniz. Deyəcəksiniz ki, 14:00-da üçüncü dərsimiz başlayar. Bu isə sizin ikinci dərsinizin bitmə saatıdır. Bitmə saatıdır. Belə. Bugün həftənin çərşənbə axşamıdır. Günüdür. 45 gün sonra həftənin hansı günü olar? Həftəmiz neçə gündür? 7. Hər 7 gündən bir dənə çərşənbə axşamı olur. Yəni bu belə deyək də mütəmadi olaraq dövr eləyir. Ona görə mən 45-i bölürəm 7-yə. Bu 7 hardan gəldi? Həftəmdir bu. Neçə eləyir? 42 7-yə böləndə 6. Qalıq neçə qalır burada? 3 gün. 3 gün qalığım var. Deməli, 6 həftə təkrarlanacaq bu çərşənbə axşamı günü. Amma 3 gün üzərinə əlavə gələcəm. Çərşənbə axşamının üzərinə, yəni ikinci günün üzərinə, üstünə 3 gün gələcəm. Çərşənbə axşamından sonra nə gəlir? Çərşənbə, 3-cü gün. Çərşənbədən sonra nə gəlir? Cümə axşamı, yəni 4-cü gün. Cümə axşamında üzərinə bir gün gəlirəm, çünki məndən 3 gün istəyir. O da edir cümə günü, 5-ci gün. Deməli, nə olar 45 gün sonra? Cümə günü olmuş olar. Eyni nöqtədən 2 piyada eyni zamanda əks istiqamətlərdə yola düşdü. Birinin sürəti 4, digərininki 5-dir. Neçə saatdan sonra onlar arasında qalan məsafə 27 kilometr olar. Deməli, eyni nöqtədən eyni zamanda əks istiqamətdə hərəkətdir. Əks istiqamətdə hərəkətin düsturu S bərabərdir. Bunu dəfələrlə bas-bas bağırmışıq ki, V-lər toplanır, vurulur T-yə. Məsafəni bizə deyir 27, birbaşa altına 27 qoyuram. Deyir ki, biri 4-dür, biri 5-dir.
T-ni tap. Burada da olur 27 bərabərdir 9 vurulsun x. X bərabərdir 27 bölünsün 9. X da bərabər olacaq 3 saata. Deməli 3 saatdan sonra bunların arasında məsafə nə olar? 27 kilometr olmuş olar. Belə. Düşünürəm ki, izahlarımız sizin işinizə yarayar. Faydamız toxunar bu imtahan ərəfəsində. Minnətdaram diqqətiniz üçün.